çay Volqa çayıdır. Volqa çayı deyir, daxili axar su hövzəyi, yəni Xəzər dənizinə tökülür. Bilirik ki, Xəzər dənizi dünyanın ən böyük qapalı hövzəsidir. Bu böyüklüyün olduğuna görə dəniz deyilir. Əslində isə göldür. Ural dağlarından şərq hissədə isə Qərbi Sibir düzənliyi yerləşir. Qərbi Sibir düzənliyindən axan ən uzun çay Ob çayı, hansı ki Şimal Buzlu okeanına tökülürdü. Demişdir ki, bu hansı tədqiqatçı hansı ölkədən başlayıb hansı ölkəyə gedib və paralel də 1 dərəcə göstərin uzunluğunu soruşmuşdur. Başlamışdır Oslo şəhəri, bilirik ki, Norveçin paytaxtıdır. Oslo. Norveçdən başlamışdır, Ural dağları da Rusiya arasında yerləşir, Rusiyada bitmişdir tədqiqat. Bu paralel üzrə, yəni 60 dərəcə şimal enliyi boyunca hərəkət etmiş tədqiqatdır. 1 dərəcəlik göstərin uzunluğunu soruşur. Biz əgər əzbər biliriksə 60 dərəcə şimal enliyində bilirik ki 55.8 km-dir 1 dərəcəlik göstərin uzunluğu. Amma burada tapa bilmək üçün, əgər bilmiriksə, belə hesablaya bilərik. 10 dərəcə şərq uzunluğu 60 dərəcə şərq uzunluğu arasındakı məsafə 2790 km-dir. Həmçinin bunlar arasında dərəcə fərqi 50 dərəcədir. Yəni 50 dərəcəmiz 2790 km-dirsə, buradan 1 dərəcəni rahatlıqla tapmaq olar. X-də bərabərdir 2790-ı. Bölərik 50-yə, o deyilər 55.8 km. 1 dərəcə göstərimizin uzunluğunu tapdıq. İndi yəni 60 dərəcə şimal enliyi materikləri soruşmuşsa, Avrasiya Şimali Amerika materikləridir. Həmçinin burada yerləşən düzənliklərdə tundra, meşə tundra, həmçinin tayqa, qarışıq meşələr, meşə çöllər, çöllər zonları yerləşmişdir. Həmçinin ekstrem relief formaları olan düzənliklər, alluvial düzənliklər, uzaq meşə relief formaları bura üçün xasdır. Sonra